Salam dostlar, necəsiz? Ümidvaram ki, hər biriniz əlasız. Bugün yeni bir gündə sizin qarşınızdayım. Belə ki, uzun bir müddət idi ki, video çəkmirdim. Kanalım biraz boş qalmışdı. Və bunun əsas səbəblərindən biri də xəstələnməyim oldu. Səsim əməlli başlı kəsilmişdi. Özümü çox pis hiss edirdim və o batıq səsimlə, qrip vəziyyətimlə sizlərə heç cür video çəkmək istəmədim və heç buna hal da tapa bilmədim özümdə. Düşünürəm ki, yəni mən sizlərə həmişə pozitiv enerji ilə qarşınıza çıxmalıyam. Düzdür, insan halıdır, ruh halımız hər an, hər dəqiqə və ya hər hansı bir hadisədən dolayı dəyişə bilər, ancaq insanlar öz problemlərini özləri yaşamalıdırlar. Bu deyimimdən sonra ağlıma bir söz gəldi. Hardasa oxumuşdum. Gəlin onu sizə bir qısa özət kimi keçim. Belə ki, uşaqlar, biz dərdimizi kiməsə danışdığımız zaman və ya hər hansı bir problemimizi kiməsə deyirik. Ya həmin insanların 10% bizim dediyimizi dinləyir, ancaq arxada bizim paxıllığımıza çəkir. Yeridə qalan 90% də heç bizi dinləmir. Sizin nə dediyiniz onun heç vecinə də deyil. Onu heç maraqlandırmır da. Yəni bu acı olsa da bir həqiqətdir təəssüf ki. Digər bir motivasiyaya da gəlsək, biz hər şeyə bacaracağıq, biz hər şeyə qadirik, çünki insan ən kamil varlıqlardan biridir. Hər kəs istəsə, istədiyi hər hansı bir şeyi, hər şeyi edə bilər. Ona görə tək ki, istəyin, qarşınıza məqsəd qoyun, çalışın, dayanmayın, yatın, amma limitli bir müddətdə yatın. Çünki siz bilin ki, bu əziyyət, əzab-əziyyət, yəni qısadır. Oxuyun, yazın, pozun. Yeni yerlər kəşf eləmək üçün çox çalışın, işləyin, pul qazanın. Yəni bunların hər biri çox gözəl bir duyğulardır. İnşallah hər birimiz də yaşayarıq. Uğuru kim görmək istəməz ki? Uğuru kim yaşamaq istəməz ki? Elə deyil. Ona görə də yəni hər şey bu dünyada yaşayın. Yəni bəzi insanlar deyir, yaxşı, bu dünyada edə bilmədin, amma axirətdə edərsən. Uşaqlar, ona inanmayın o qədər də. Yəni heç kim axirətə gedib də oradan xəbər gətirməyib. Heç kim bilmir ora necədir. Və ya gedənlər bizə zəng vurub demirlər ki, hə, bura çox superdir, sən də gələrsən, görərsən. Elə bir şey yoxdur. Axirətdə bilmirik başımıza nə iş gələcək, cənnətə mi gedəcəyik, cəhənnəmə mi gedəcəyik. Bunu heç kim bilmir. Sadəcə etdiyimiz yaxşılıqlarla, qazandığımız uğurlarla yadda qalırıq. İnsan qazandığı uğurlarla yadda qalır. Yəni bunu unutmayın. Ona görə çalışın ki, ad-san qazanasınız, hörmətiniz olsun cəmiyyət içində, insanlar arasında, dostunuz arasında. Yəni bunlar həqiqətən çox gözəl şeylərdir. Yəni kim istəməz ki, getsin Nyu-Yorka, getsin Londona, İngiltərəyə, orada şəkillər çəkdirsin, paylaşsın sosial şəbəkələrdə. Kim istəməz ki? Hər kəs istəyir. Amma hər kəs buna nail ola bilirmi? Təbii ki də xeyr. Ona nail olanlar çox çalışanlar, öz arzularını belə deyim, reallaşdıranlar həmin istəyə nail ola bilirlər. Yoxsa tənbəllik edib oxumayanlar, bu gün edərəm, sabah edərəm deyib keçişdirənlər onu heç bir zaman əldə edə bilməyəcəklər, nə də ki, gözəl həyat yaşaya bilməyəcəklər. Düzdür, bəziləriniz indi deyəcəksiniz ki, bəs oxumayanların həyatı mənim həyatımdan daha gözəldir. Məsəl üçün gələcəkdə bunu düşünəcəksiniz də, hələ ki belə bir probleminiz yoxdur. Hər biriniz ailənizin altındasınız və yəni düzdür. Həmin insanlarda nədir? Həmin insanlara Allah oxumaq qabiliyyəti vermir. Ancaq ticarət etmək qabiliyyəti verir. Belə ki, onlar ticarət edərək, əllərini nəyəsə ataraq güclü iş prinsipi altında biznes qurmağı bacarırlar. O da onlara Allah tərəfindən verilmiş bir vergi kimi sayırıq.
Təbii ki, əgər Allah sizə baş veribsə, beyin veribsə, oxumaq qabiliyyəti veribsə, təbii ki, bunu dəyərləndirməlisiniz. Çünki onu dəyərləndirməmək, boşa harcamaq həqiqətən də günahdır. Ona görə də nə gücünüz var gücünüzlə istəyinizə, məqsədinizə çatın. Yəni onun üçün vuruşun əməli var. Necə ki, yəni mən vuruşuram. İnşallah da nəticəsini, vuruşanların hər bir nəticəsini görəcəklər. Allah hər kəsi öz arzularını reallaşdırmaq, belə deyim ki, reallaşdırmağı nəsib etsin. Allah heç kəsi çətin vəziyyətə salmasın. Nəsə, biraz uzun danışdım. Biraz uzun danışdım, düzdür. Amma qorxdum ki, birdən video sönüb. Düzdür, biraz uzun danışdım, amma düşünürəm ki, sizi oyatmaq üçün, canlandırmaq üçün bir motivasiya vermiş olaram. Deməli, dostlar, bugünkü izah qrammatika suallarının izahı yox da, məhz mövzu izahı olacaq. Sual verə bilərsiniz ki, Sevinc, bəs niyə məhz pronoun bölməsini seçmisən? Niyə quantifiers, noun, modal verb, digər bölmələrdən başlamadan məhz pronoun bölməsindən başladın? Bəziləri fərziyyə deyəcəklər ki, bəyənib bu bölmədən başlayır. Xeyr, uşaqlar, bunu bəyənməyimlə və yaxud da bəyənməməyimlə heç bir əlaqəsi yoxdur. Əsas məqsədim bundan ibarətdir ki, statistikaya görə, yəni ümumiyyətlə bəzi müəllimlərin də bildirdiyi kimi araşdırmalar nəticəsində şagirdlərin, hətta faizlə bildirsəm 90% şagird, 80-90% aralığında olan şagirdlər pronoun bölməsinə çətinlik çəkirlər. Ümumiyyətlə, o bölməni qavraya bilmirlər. Fikirləşirlər ki, əşi, bir sualdır da, ataram, balım gedər, amma heç nə olmaz. Bir sualdır da, boş verim, keçim digərlərini oxuyum. Uşaqlar, pronoun bölməsi elə bir bölmədir ki, onu təkrar oxumaq lazımdır. Onu tətbiq etmək lazımdır. Ümumiyyətlə, əgər bir şeyi daha dərindən öyrənmək istəyirsinizsə, onu tətbiq etməlisiniz. Onu, belə deyim ki, yaşamalısınız həmin mövzunu. Nəsə insanlara bənzədin, öz taktikalarınızı işlədin, beyninizi işlədin. Düşünün ki, hə, bunu necə ağlımda saxlaya bilərəm? Belədir hər şey. Yəni sizin taktikanızı necədir elə edin. Ümumiyyətlə mən öz taktikamdan danışım sizə. Mənim taktikam belədir ki, mən hər şeyi yazaraq öyrənirəm. Yəni yazmayanda düşünürəm ki, həyatımda nəsə əksikdir. Yox, bu mənim ağlımda qalmayacaq. Mən bunu öyrənməmişəm. Düzdür, əzbər öyrəndiklərim nələrdir? Ədəbiyyatda oxuduğum şeirlər. Bunları məsələn müəllimə deyəndə ki, onu əzbərləyin gətirin, o onu durub yazmıram ki, onu əzbərləyirəm. Düzdür, dəqiq fənlər yazı tələb edir. Mən də dəqiq fənn üzrə çalışdığıma görə gərək onları hər dəfə yazmalıyam, öyrənməliyəm. Məsəl üçün ingilis dilində sözlər var, mən onları yaza-yaza öyrənirəm. Və yaza-yaza öyrənəndə ümumiyyətcə, yəni mən baxdığım videolara görə, araşdırmalarıma görə belə deyim, 3 əsas öyrənmə metodu var. Yəni belə ki, necə öyrənə bilərsən? Əgər həmin məlumatın sənin beynində uzun müddətli yaddaşına keçməyini istəyirsənsə, həmin məlumatı, yəni oxuduğun şeyi dilinlə deməlisən ki, qulağın eşitsin. Əlinlə yazmalısan ki, gözlərin onu görsün və beləliklə o sənin uzun müddətli yaddaşına həkk olunacaq. Üçüncü metod nədir? Bu saydıqlarımdan ikisi getdə qaldı üçüncüsü. Üçüncüsü də həmin məlumatı təkrar oxumaqdır. Sizə boş-boşuna deməyiblər ki, və boş-boş eşitməmisiniz ki, təkrar biliyin anasıdır. Həqiqətən bu belədir uşaqlar. Bir məlumatı hər həftə təkrar oxuduqca o sizin ağlınızda, uzun müddətli yaddaşınıza keçir və siz onu unutmursunuz. Aha. Gəlin indi pronoun bölməsinin izahı ilə tanış olaq. Deməli, burada bizim əvəzliyimizin 11 dənə qolu var. Yəni, növ desək 11 növü var. Belə ki, mən sizə bu video izahda həmin bölmələrin, növlərin üçünü izah edəcəm. Şəxsi əvəzlikləri, gəliş əvəzlikləri və qayıdış əvəzlikləri. Yəni onların izahı ilə tanış olaq.
Şəxs əvəzliklərinin iki halı vardır. Adlıq əvəzliklər və obyekt əvəzliklər. Bunları testlərdə necə müəyyənləşdirə bilərik? Adlıq halda olan əvəzliklərdən sonra fiil gəlməlidir. Obyekt halda olan əvəzliklərdən sonra isə əvvəl fiil və yaxud da söz ön gəlməlidir. Xəttimə görə üzr sayın. Narahat yerdəyəm biraz, ona görə tam qəşəng yaza bilmirəm. Deməli uşaqlar, gəlin bu yazdıqlarımı qəşəng tətbiq eləyək. Belə ki, dostlarım, adlıq əvəzliklərdən sonra fiil gəlməlidir. Bunu qayda dəftərinizə gözəl şriftlərlə yazın. Obyekt əvəzliklərdən əvvəl sözünü və fiil gəlməlidir. İndi bu fikrim biraz absurd səsləndi. Gəlin onu misal üzərində ətraflı şəkildə öyrənək. Burada olan diqqət yazısını görürsünüzmü və burada yazılan yazını. You saw me yesterday. Sən dünən məni gördün. İndi burada məntiq nəyə gəlir? Deyir ki, mən dünən səni gördüm daha doğrusu. Güya fokuslandım, üzrü sayın. Burada adlıq əvəzlik plus fiil. Burada adlıq əvəzlik gəlməlidir. Fiil plus obyekt əvəzlik. Gördünüzmü? Necə asan oldu? Bu oldu adlıq hal. Bu da oldu obyekt hal. Yəni, bir mənalı olaraq unutmamalısınız ki, uşaqlar, adlıq haldan sonra fiil gəlməlidir. Obyekt haldan əvvəl fiil və söz önü gəlməlidir. Daha sonra gəlin digərlərinə baxaq. Pis ümumiyyətcə uşaqlar, bəs deyəcəksiniz ki, şi bilirəm qadın cinsidir, hi bilirəm kişi cinsidir, it bilirəm orta cinsdir, d bilirəm ki, cəmdədir. Bəs deyəcəksiniz ki, mən ümumiyyətlə, yəni mən hardan bilim ki, yəni mən buna şi verməliyəm, mən buna hi verməliyəm, it verməliyəm, z verməliyəm. Z-yi saxlamalısınız ağlınızda and sözü ilə və s və yaxud da es şəkilçisi ilə. Təbii ki, sayılmayan olmadığına diqqət yetirin də, yəni sayılmayan deyilsə, cəm verməlisiniz. Məsələn, Kate və Jane deyirsə, Kate and Jane deyə verəcəksiniz. Və yaxud da swans deyirsəm, quşları deyirsəm, siz cəm verəcəksiniz. Daha sonra swine deyirsəm, donuz deyirsəm, cəm götürəcəksiniz. Təbii ki, bu swine-da istisna var ki, sonu cəm xəbərə görə müəyyənləşdirməlisiniz. Çünki bilməlisiniz ki, swine-ın elə bir tək cəmi eynidir deyə onu necə müəyyənləşdirərsiniz? Bəs təbii ki, xəbərə görə. Əgər swine arı verərsə, burada cəmdədir. Swine iz verərsə, burada təkdədir. Aha. Digər mənalara baxaq. It necə işlənir? It cansız isimlərlə, heyvanlarla, ölkə və şəhərlərlə işlənir. Bəs she, he hardan bilək? Təbii ki, adları öyrənmək. Ümumiyyətlə, yəni əgər ingiliscə filmlərə baxmısınızsa, kinolara baxmısınızsa, yəni bilməlisiniz ki, bunlar, yəni ümumiyyətcə qadın cinsidir, hansı qadın cinsidir, hansı kişi cinsidir, bunu bilməlisiniz. Gəlin bir ikisini burada nüans şəklində qeyd edib, misal şəklində. Gəlin biz onu deyək. Kate, Jean, ana, bacı və waitress, ofisiant. Bunlar qadın cinsidir. David, Jake, ata, qardaş, ofisiant, kişi. Bu isimləri Gülnarə Umudovanın bir neçə vərəq sonra qadın və kişi ayrı-ayrı belə deyim ki, xanalarda, cədvəllərdə yazılmış formatda təqdim olunub sizə. Onu oxuyarsınız ki, birin hansı qadın cinsidir, hansı kişi cinsidir. Daha sonra bizə bəs belə bir misal verə bilər ki, məsələn, burada gördüyünüzü. Məsələn, verər ki, her sons marks bizə.
Belə bir. Siz fikirləşirsiniz ki, ay Allah, mən burada hörə baxım, mən burada sona baxım, mən burada hansına baxım. İmtahan müddətində beyniniz yandı. Heç də yanmağa ehtiyac yoxdur. Bir nüans yoxdur ümumiyyətcə. Əvəzlik əvəzliyi əvəz eləmir taktikası ilə gedirik və digər tərəfdən də hörə baxmırsınız. Əsla və əsla biz hörə baxmırıq. Hördən sonrakı ismə fokuslanmalıyıq uşaqlar. Hördən sonrakı ismə, yəni əvəzlikdən sonrakı şəxsə formalaşmalıyıq. Çünki bunlar əvəzlik deyil. Bunlar əvəzlik deyilmi? Bu adlıq şeydir, aslı əvəzliklərdir. Bu da əvəzlikdir. Yəni ümumiyyətcə siz bilməlisiniz ki, birmənalı olaraq ingilis dilində əvəzlik əvəzliyi əvəz etmir. Yəni sən necə hörə bir dənə əvəzlik düzəldə bilərsən və ya sən necə hissə bir dənə əvəzlik düzəldə bilərsən? Bu mümkün deyil. Ona görə əvəz etmir taktikası ilə getdiyimiz zaman biz əvəzlikdən sonrakı ismə fokuslanmalıyıq. Mütləq bu belə olmalıdır. Son nədir? Kişi cinsidir, oğlandır. Yəni götürəcəksən, hi, götürəcəksən, bax bura yazacaqsan, hi. Daha sonra daza nədir? Qızıdır, yəni qadın cinsidir. Nə verəcəksən? Verəcəksən ki, she. Daha sonra dostlar, gəlin itlə demin fərqlərinə baxaq. Ümumiyyətlə, mən sizə orada adlıq əvəzlikləri, obyekt əvəzlikləri bir-bir təqdim etdim. Və siz də videonu dayandırın, onları öyrənin. Çünki mən əzbərləməli bir şey olduğu üçün mən üstündə onların çox dayanmadım. Əsas qrammatikaların, belə deyim ki, əsas yerlərini izah edirəm ki, beyninizdə yaxşı həkk olunsun. Çünki o sizlik bir şeydir. Onları özünüz öyrənməlisiniz. Bir saat vaxt ayırın özünüzə. Qəşəng oturun, kağız qələm alın əlinizə, qəşəng yazın, öyrənin. Qəşəng də istəyirsiniz belə keyfiniz əhvalınızın düzəlməsi üçün qəşəng bir dənə yağış səsi qoşursunuz telefondan, YouTube-da yazırsınız yağış səsi. Qoyursunuz qəşəng qulaq asırsınız. Həqiqətən o məni çox rahatladır həmin səs. Canlı yağış yağanda o lap daha qəşəng bir zövq verir. Elə olanda, yəni YouTube-da qoşanda da onun da daha bir ayrı yeri var. Yəni hər ikisində də düzdür zövq alırsan. Ümumiyyətcə yağış səsi mənim ən çox sevdiyim, belə deyim ki, səslərdən biridir. İnsanın ruhunu dincəldir. Çox gözəldir yəni. Bu bildiyim məlumatları əlavə bir özüm üçün motivasiya videosunda sizə təqdim eləyəcəm. Bu dəfə short şəklində olmayacaq. Qısa olacaq onu. Amma tam detallı şəkildə sizə ümumiyyətlə həyatımı danışmaq istəyirəm. Yəni neynəmişəm, neynəyəcəm, yəni etdiyim aktivitelər nələrdir. Yəni görürəm ki, bəziləriniz bunun haqqında maraqlanırsınız. Dedim ki, qoy danışım, sizə məlumat verim. Aha, sözü çox uzatmadan gəlin itlə zəmə baxaq. Bütün cansız təqsimlər, yəni həm sayılan, həm də sayılmayan və heyvan adları it əvəzliyi ilə bütün cəm isimlər həm canlı, həm də cansız zəm əvəzliyi ilə əvəz olunur. Bəs bunun mənası nədir dostlar? Biz bunu necə başa düşək? Cansız tək isimlər onlardır ki, it, pişik, quş və s. Bunlarda biz it verəcəyik. Cəm isimlər hansılardır? Cəm isimlər dediyim kimi Kate və Jane verib və yaxud da oğlanlar verib, cəmdə verib, qızlar verib və yaxud da fincanlar, kitablar, tabletlər, qələmlər, markerlər və s. verib, siz də ona zəm verəcəksiniz. Gəlin, baxaq görək indi biz bunu necə müəyyənləşdirək. Burada bizə misal olaraq some bread, biraz çörək deyimilə bizə təqdim olunur. Some bread. Bread sözü çörək deməkdir. Və sayılmayan bir isimdir. Some da bilirsiniz ki, quantifiers bölməsində bunu sizə ətraflı şəkildə izah edəcəm, ancaq indi qeyd olaraq deyirəm, yazarsınız dəftərinizə. Some sayılan ismi cəmdə tələb edir, sayılmayan ismi isə təkdə tələb edir. Bread sözü təkdə olduğu üçün, həmçinin də sayılmayan isim olduğu üçün bizim bu şərtimizi qəşəng şəkildə ödədi. Gördüyünüz kimi burada and verib, əvəzliyi də it verib. Yəni isim təkdir deyə əvəzliyimiz də nədir? Təkdir.
Digər nümunələr də ona uyğun bizə qəşəngcə təqdim olunur. Burada görürsünüz, bax, docs nədir? Cəmdə. Cəmdə hansı əvəzi verəcəyik? Yəni, mən itləri sevmirəm. Niyə sevmirsən axı? Mən onlardan qorxuram. Düzdür, mən də itlərdən qorxuram, amma bu onlara sevgimi azaltmır. Gəlin indi dostlar, yiyəlik əvəzliklərinə baxaq. Mən sizə dedim ki, deməli, 3 bölməni izah edəcəm, ilk 3 bölməni. Deməli, ilk 3 bölmənin içərisində personal izah etdim sizə. Possessivlə gəlin davam edək. Daha sonra reflexive pronounsla izah edəcəm. Refleksiv də buradadır. İzah edəcəm onlarda. Gəlin possessive pronounslara baxaq. Bu oxumalı formatı şeyləri özünüz oxuyarsınız. Mən sizə gəlin əsas üsullar deyim. Deməli, uşaqlar, yiyəlik əvəzlikləri iki yerə ayrılır, əvvəlcə onu deyim. Asılı, yəni depend form, müstəqil, yəni absolute form. Adlarını öyrənməyə o qədər də ehtiyac yoxdur, ancaq bilin. Nəyinizin yana gedir ki, elə deyil. Asılı əvəzliklər my, your, his, her, its, your or your's'dır. Müstəqil əvəzliklər mine, yours, his, hers, its, ours, yours, theirs. Bunların tərcümələrini özünüz oxuyarsınız. Gəlin indi bunların düsturlarını öyrənək. Asılı əvəzliklərdən sonra isim gəlməlidir. Müstəqil əvəzliklərdən sonra heç bir zaman isim gələ bilməz. İsim gördün üstündən xəç əsla olmaz. Əsla. Bəs deyirsiniz müstəqil əvəzlik, bəs ondan nə tələb edir? Müstəqil əvəzliklər özlərindən əvvəl, məsələn, fiil gələ bilər, söz önü gələ bilər. Yəni, fiil sözünü verə bilərsiniz özündən əvvəl, amma müstəqil əvəzliklərdən özündən sonra heç bir zaman isim verməməlisiniz. Baxın, gördüyünüz kimi burada yazdım. İsim tələb edir asıllar, müstəqillər isim tələb etmirlər. Burada da misalları ilə sizə təqdim olunur. Bunları da qəşəng baxarsınız özünüz üçün. Daha sonra uşaqlar, gəlin indi nəyə baxaq? Burada its və it apostrof isin tərcüməsi, belə deyim, qaydası verilib bizə. Necə mənada? Özlərindən sonra nə tələb edirlər, onlar verilib. Belə ki, its yiyəlik əvəzliyidir və özündən sonra isim, yəni sifət plus isim də ola bilər. Bunları tələb edir. It apostrofis və yaxud da bu it isin qısaltması ola bilər. Dörd formalı kimi tərcümə olunur və çox zaman özündən sonra sifət və yaxud da artikel tələb edir. Bu bəzi abituriyentlərin ümumiyyətcə qarışdırdıqları mövzulardan biridir ki, it nə alır, it apostrofes nə alır. Ümumiyyətcə unutmayın ki, it özündən sonra isim tələb edir və yaxud da sifət plus isim də gələ bilər. Əsas odur ki, orada isim iştirak etsin. It apostrofes isə özündən sonra dedik ki, sifət və yaxud da artikel tələb edə bilər. Baxın, it apostrofes advisable, sifət gəlib. It's important, sifət gəlib. It's famous, sifət gəlib. It's an old book. Gördüyünüz kimi artikel da işlənib. İndi gəlin digər tərəfinə baxaq. To learn its language. Its'dən sonra nə gəlib? İsim gəlib. Meaning, natural, research, peace. Gördüyünüz kimi hər birində isim gəlib. Bunu unutmayın ki, it's özündən sonra isim və yaxud da sifət isim tələb edir. It apostrofis özündən sonra sifət və yaxud da artikel tələb edir dostlar. Deməli, bu əvəzliyimizi də bitirdik. Yəni, sonuncu əvəzliyimizin izahını edək. Sonuncu əvəzliyimiz olur qayıdış əvəzlikləri. Yəni, sonuncu deyəndə ardı var. Amma bu bölmədə sadəcə üçünü izah edəcəm. Üçüncü olacaq qayıdış əvəzlikləri, yəni reflexive pronouns. Reflexive pronouns, yəni ümumiyyətcə qayıdış əvəzliklərini düzəltmək üçün biz shall və yaxud da shall sözlərindən istifadə edəcəyik. Deyirsiniz ki, bəs bunlar nəyə görə belə təqdim olunur? Belə ki, myself-də self istifadə edəcəksən. Cəm olanlarda da shall istifadə edəcəksən.
Deməli dostlar, bizə qayıdış əvəzlikləri müxtəlif formatlarda təqdim oluna bilər. Belə ki, xitab bizə təqdim olunarsa, xitab verirsə və yaxud da cümləmizin əvvəlində you verirsə şəxs əvəzliyi olaraq, biz avtomatik olaraq onun qayıdışını yourself və yaxud da yourselves-lə qaytaracağıq. Bu qaydanı ümumiyyətlə unutmayın. Bunlar imtahanlarda istifadə olunan suallardan biridir. Let's ilə başlayan cümlələrdə qayıdış əvəzliyi always olur. Bunu bir qayda dəftərinizə də ümumiyyətlə qeyd etmənizi tövsiyə edirəm. Çünki vacibdir bu ümumiyyətlə. Bunu öyrənin özünüz üçün ki, testə yaza biləsiniz. By, on, aşağıdakı əvəzliklərlə işləndikdə tək başına kimi tərcümə olunur. Yəni bu əvəzliklərlə işləndiyi zaman, yəni özünün, özünün, öz şəxsinin, özü tərəfindən məsələn belə tərcümə edə bilərsiniz. Daha sonra baxın, mənim dediyim nədir? Əsas müddəalar, baxın, test edərkən aşağıdakı 3 ardıcıllığa diqqət edin. Və bunlar da var. Belə ki, cümləmiz hansı şəxs əvəzliyi ilə başlayarsa, qayıdış əvəzliyi də həmin şəxsdə olmalıdır. Əgər I veribsə, qayıdış əvəzliyi myself-lə qaytaracaqsan, you veribsə yourself-lə və yaxud da digər you verərsən, yourselves-lə qaytaracaqsan. They verərsə cəmi olaraq themselves, she verərsə herself, it verərsə itself, we verərsə ourselves deyə qaytaracaq. Yəni ümumiyyətlə unutmayın ki, hər əvəzlik özünə uyğun qayıdış əvəzliyi ilə işlənməlidir. Məsələn, burada verdiyi kimi you ilə harda görülüb ki, myself əvəzliyi işlənsin. Bu təbii ki, mümkün deyil. Olmaz. Daha sonra gəlin digərinə baxaq. Deyək ki, mübtəda şəxs əvəzliyi ilə ifadə olunmazsa, yəni şəxs əvəzliyi verməyib də, ad verib və yaxud da başqa əşyalarla verib. Bu zaman mübtədanı necə müəyyənləşdirəcəksiniz? Təbii ki, indi izah edəndən sonra qəşəng başa düşəcəksiniz. She olanda herself verməlisiniz. He olanda himself, it olanda itself, they olanda themselves. Bunu öyrəndik. İndi əvvəlki belə deyim ki, izahlarımda dedim ki, Kate, Jean, sister, waitress bunlar qadın cinsinə aid olanlardır. David, Jack, brother, waiter bunlar kişi cinsinə aid olanlardır. Bunlar veriləndə mütləq biz himself verməliyik. Kettle, hotel bunlar orta cinslərdir. Bunları da itself verəcəksiniz. Və yaxud da ölkələr veribsə, tülkü, it, pişik və s. bunlar veribsə, orta cins sayıldığı üçün itself verəcəksiniz. İstər canlı, istərsə də cansız. Bütün cəm isimlərdə themselves verəcəksiniz. Yəni, ümumiyyətcə, unutmayın ki, uşaqlar. She-də herself verirsiniz. He-də himself verirsiniz. His self demirsiniz, ha. Himself obyektini verirsiniz. İtdə olduğu kimi Z-də də obyektini verirsiniz. Themselves verirsiniz. Amma I-da obyektini yox, asılsını verirsiniz. Myself verirsiniz. Yəni, həmin nüanslara da diqqət yetirin. Çünki sizə çaşdırmaq üçün, məsələn, I-ya me self verə bilər. Me self yazacaqsınız. Sizə belə verib çaşdıra bilər. Yəni, əzbərləyəndə də qəşəng əzbərləyin ki, unutmayasınız onları. Burada da dediyim kimi, əvəz etmir taktikasından istifadə edərək yola çıxırsınız qəşəng. Əvəzlikdən sonra gələn şəxsə görə əvəzliyinizi neyinirsiniz? Qoyursunuz. Belə ki, son nədir? Oğlan. Nə qoyacaqsan? Himself qoyacaqsan. Does nədir? Qızda. Nə qoyacaqsan? Herself qoyacaqsan. Daha sonra deməli, əgər bizim cümləmizdə baxın, mən bayaq dediyimdir, mübtəda olmazsa, cümlə fiil və yaxud da xitab ilə başlayarsa, həmişə iki cavab doğrudur. Ya yourself götürəcəksiniz, ya da yourselves götürəcəksiniz. Bu da xitabın tək və yaxud da cəm olmasından asılı olaraq dəyişə bilər. Yəni, xitabımızı deyə bilər ki, məsələn, Orxan, get bunu gətir. Sənə neynir? Xitab edir. Özündən sonra vergül gəlir. Bu zaman da götürüb himself yazmayacaqsınız ha ora.
götürüb ya Yusuf ya da Yusavs yazacaqsınız. Nəyə görə bunlar belə ikili şəkildə verilir? Ona görə belə verilir ki, sizə ola bilsin ki, variant şəklində verməsin, rəqəmlərlə versin. Məsələn, 1, 2, 3, 4 versin. Məsələn, Yusufla Yusavs, Yusuf 1-də olsun, Yusavs 4-də olsun. 1 4-ü götürəcəksiniz. Belə. Daha sonra burada deməli deyir ki, bu əvəzliklərin hamısını eyni bir cədvəldə yenidən baxaq. Uşaqlar, bunları qəşəng şəkildə öyrənirsiniz. Yəni sizə gələn dəfəki videoya kimi vaxt verirəm, qəşəng öyrənərsiniz bunların hər birini. Mən gələn dəfəki videomda deməli bunların ardını çəkəcəm. Plus da ondan sonra test izahı verəcəm. Yəni düşünürəm ki, əslində bu keçdiyim bölmələrə aid test tapşırıqlarını izah edim. Sonra da fikirləşirəm ki, bölmənin hamısını bitirim, sonra çəkim. Amma ola bilsin ki, bu 3 bölməyə aid suallar yığıb, belə deyim, təqdim edəcəm sizə. Oldu uşaqlar. Videomuzun sonuna yaxınlaşdıq artıq. Videomuz bitdi. Ümidvaram ki, izahımı bəyəndiniz. Əgər nəsə anlamadığınız, bilmədiyiniz nüanslarınız olarsa, şərhlərə qeyd etməyi unutmayın. Əgər videomu bəyəndinizsə, like atmağı, abunə olmağı unutmayın. Və əgər videolarımın davamlı sizə gəlməni istəyirsinizsə, bildirişləri də açıq buraxmağı unutmayın. Əgər hər hansı başa düşmədiyiniz mövzu olarsa, onu da qeyd edin. Mən sevə-sevə onun izahını sizə çəkib təqdim edəcəm. Sağ olun, salamat qalın.